Onu xəstəliyə yoluxduran dostu da həmin xəstəlikdən öldü. Oğlunun şad xəbərindən komaya düşən hər birimizin Ələkbər əmi kimi tanıdığı Ələkbər Hüseynov haqqında sizə danışacağam. Anınız xeyir olsun mənim əzizlərim. Mənim nağıl var. 1983-cü ildə Ələkbərin atası Adıgözəl kişini avtomobil vurur. Həmin vaxtda Ələkbər əsgərlikdə imiş. Atasının başına gələnləri eşidəndə icazə alıb evə gəlir. Sürücünün yalvarışlarını ürəyi dözmür. Anasına deyir: Sonra da xumar gözdən axan yaş olur. Ay ana, yazıldır. Hər adamın başına gələ bilər. Onsuz da onu tutturmaqla atam sağalan deyil. Beləliklə anasını razı salıb və şikayət etməkdən çəkindirir. Atası qəzadan sonra yataq xəstəsinə çevrilir. 11 il yataqda qalır. 1994-cü ildə Adıgözəl kişi elə yataqda ikən ikinci və insult keçirib dünyasını dəyişir. Həyat yoldaşı Afaq xanımın anası ilə Ələkbərin anası bir yerdə işləyə bilər. Ələkbərin anası Afaqdan xoşu gəlir. Qızın anası ilə qərar alırlar ki, gəncləri bir araya gətirsinlər. Ələkbər ilk baxışda Afaqın xoşuna gəlməsə də, ikinci görüşdə onu bəyənir. Uroloji xəstəxanada əməliyyat keçirmişdi. Qətl günü tamaşasının televiziya variantı hazırlanırdı. Ələkbər az da sağalan kimi gəlib xəstəxanadan onu çəkilişə aparır, sonra yenə gətirib yatdığı palataya qoyurdular. Hətta çəkilişlərin birində qan azlığından huşunu itirib. Telestudiyanın həyətinə təzə tibbi yardımı çağırıblar. 2002-ci ildə Ələkbər Hüseynov Beynəlxalq Kukla Teatrlar Birliyinin xətti ilə Parisdə keçirilən böyük tədbirlərin birində iştirak etməli idi. Bu tədbir ciddi hazırlaşır, amma diş ağrısı ona əziyyət verir. Getməzdən əvvəl diş həkimini olan dostunun yanına yollanır ki, ağrılı dişindən canı qurtarsın. Fransaya gedir. Gələndən sonra ailəsini götürüb Yesendüküyə dincəlməyə gedir. Hər şey yaxşı idi. Yaradıcılığında da, həyatında da işlər əla gedirdi. Amma həmin ilin sonlarında səhəri pisləşir. Yoldaşı onu məcbur həkimə aparır. Ciddi yoxlamadan sonra məlum olur ki, onda hepatit C virusu var. Moskvadakı həkimi dişin dibindən şübhələndiyini deyir. Onda Ələkbərin yadına düşür ki, 2002-ci ildə Paris səfərindən əvvəl dişini çəkdirmişdi. İllər sonra onu yoluxduran həkim özü də eyni xəstə. Teatrda uşaqlar üçün keçirilən böyük bir tədbirdə direktor Rəhmən Quliyev valideynlərə müraciət edir. Sonra televiziyada onun iştirak etdiyi və etmədiyi proqramlarda, qəzetlərdə xəstəliyi və ciddi böyük məbləğ tələb olunan müalicəsinə ehtiyac olunduğu barədə məlumat verilir. Onun üçün hesab nömrəsi açılır. Lakin Ələkbərin antibiotiklərə həssas olduğundan bədəni dərmanları qəbul etmir. 90-cı illərdə aktyor maddi sıxıntılar çəkir, amma heç vaxt sənətini xəyanət etmir. İyulun 29-da oğlu Cavidan universitetə daxil olanda xəstəxanaya gəlib qulağına yavaşca deyir ki, ata, mən institutda qəbul oldum. O da danışa bilmədiyi üçün əlini qaldırıb urra işarəsini göstərir. Həmin andan komaya düşür. 2007-ci ilin iyulun 31-də onu xəstəxanadan evə gətirirlər. Cəmi evdə 3 gün yaşayır. Avqustun 2-sində dünyasını dəyişir.